Hər növdə, hər cinsdə, hər boyda, hər ölçüdə, hər xasiyyətdə və hər xüsusiyyətdə qoyun cinsləri var. Lakin təsərrüfatçı ən böyük olanı, ən bahalı olanı, ən tez böyüyəni, ən ağıllı olanı öz təsərrüfatında istər. Amma reallıq necədir? Hamısı bu videoda. Dostlar salam, hər vaxtınız xeyirli, uğurlu, bərəkətli olsun. Əminəm ki, bu videomu da çox bəyənəcəksiniz. Lakin mövzuya keçmədən öncə demək istəyirəm ki, yeni bir fikrə düşmüşəm. Gələcəkdə qoyunla bərabər olaraq süd keçisi işinə baxmaq istəyirəm. Lakin buna da sıfırdan başlayacağım. 2 dişi bir erkək, yaxşı süd verən, təmiz qan olan Saanen keçi balası axtarıram. Videoları izləyən Saanen keçi təsərrüfatçısı varsa mənə yazsın. Damazlıq verən olsa sevinərəm. Bu il başlasam əgər fermanı tikənə qədər həm artıraram, həm də keçi işini də tam öyrənərəm. İnanıram ki, bu işdə köməklik göstərəcək bir təsərrüfatçı olacaq deyib keçirəm mövzuya. Mövzuda hər kəsin istədiyi ən böyük qoyun, ən bahalı olan qoyun, ən tez böyüyən və ən ağıllısıdır. Lakin bilmədiyimiz bir şey var ki, bizə çox adi və zəif heyvan kimi görünən qoyun əslində həm güclü, həm dözümlü, həm ağıllı, həm də çox bərəkətlidir. Belə ki, hətta insan qayğısı olmadan İstənilən mühitə tək başına uyğunlaşıb, o mühitə görə özünü inkişaf etdirə bilir. Buna misal olaraq Yeni Zelandiyada bir sahibsiz adada 50 ildən çox sahibsiz olaraq buraxılan qoyunların aqibətidir ki, bu barədə bir video hazırlayıram, yaxın günlərdə təqdim edəcəm. Azərbaycanda indi sadəcə qaradolaq cinsində damazlıq işinə baxan fermerlər var. Doğrudur, bu cins yaxşı cinsdir. Bala verimi, ət verimi yüksəkdir və bütün bölgələrdə də yetişdirmək olar. Lakin başqa bölgələrdə uğurlaşması üçün zaman gərəklidir. İlk illərdə adaptasiya dönəmi olur deyə ölüm riski, xəstəlik riski çox ola bilir. Lakin sonda uyğunlaşır. Ümumiyyətlə bütün araşdırmalar sonunda gördüm ki, bütün cins qoyunlar bütün bölgələrdə mümkündür. Lakin bir neçə il qazanc olmaya bilər. Ona görə də mənim istəyim Azərbaycanın bütün bölgələrində damazlıq yetişdirən fermaların olmasıdır. Əgər hər bölgədə damazlıq fermalar olsa, qoyun işinə baxmaq istəyən adam da öz bölgəsində olan damazlıq yetişdirən fermadan istədiyi cinsi alıb başlasa, ilk ildən qazanmağa da başlayar. Böyük qoyun yaxşıdır. Təbii ki, çox ət verir, çox qazanc deməkdir. Sən də istəsən bu cinsi əldə edib artıra bilərsən. Bazarı da tətbiq edə bilərsən. İnternet dövrüdür. Reklam etmək asandır. Amma zaman alacaq. Bunu bilməlisən. Ən bahalı qoyun deyib girsən, yenə eyni söhbət. Bazar tapmaq, satış sayı etmək. Misal, qoyun südü yaxşı qiymətə alan olsa, mən gələcəkdə süd qoyunu işinə keçərəm. Niyə? Çünki ilin 8-9 ayı pul dövriyyəsi olur və süddən götürdüyün pul 2 quzunun qiymətindən daha çox olur. Hələ üstə gəl də ildə ən azı bir quzu da götürürsən. Amma bugünkü gündə bazar nə istəyir, təsərrüfatçı onu etməyə məcburdur, qazanmaq üçün. Amma inkişaf etdikcə başqa cinsləri də yoxlamaq, hətta başqa heyvanları da, hətta başqa bir sahələri də belə yoxlamaqda fayda var. Amma çox kiçik bir yatırımla. O qədər kiçik ki, bu mövcud təsərrüfatına maddi baxımdan mənfi təsir göstərməyəcək qədər kiçik. Misal, mənim 3 balaca çəpiş almaq fikrinə düşdüyüm kimi. Yəni, alınır, alınmaz da canın sağ olsun. İndi keçək biz o istədiyimiz qoyun cinsini əldə etmək söhbətinə. Mənim fikrim araşdırıb damazlıq işinə baxan təsərrüfatdan almaqdan yanadır. Bazar yaxşıdır. Bu yenilənmiş bazar sistemləri də çox gözəl, tərifə layiqli bir yenilikdir. Hər bir dövrdə, hər yerdə bazar olması vacibdir. Təsərrüfatçı malını satmaq üçün, istehlakçı ehtiyacını qarşılamaq üçün, ətlik alıb satan, hobbi üçün, heyvan alıb baxan, bordaq işi görmək istəyən və digər işlər üçün bazar vacibdir. Bu öz yerində. Lakin damazlıq üçün bütün dünyada olduğu kimi bizdə də gerçəkdən ehtiyacımız olan şeylər var. Ən birincisi az öncə qeyd etdiyim kimi hər bir bölgəmizdə sırf damazlıq yetişdirən fermalar gərəklidir. İkinci etap damazlıq yetişdiricilər
birliyi, yəni bir dərnək. Sonraki etap isə dünyanın hər yerində olduğu kimi, qardaş Türkiyədə də olduğu kimi ildə 2-3 dəfə fuarlar keçirilməli. Bu fuarlar hər dəfə ayrı-ayrı bölgələrdə olmalı. Xalqa açıq giriş pulsuz olmalıdır. Xalqı bura daha çox cəlb etmək üçün sadəcə qoyunçuluq deyil, kənd təsərrüfatı adlı bütün sahələrdə məşğul olanlar üçün keçirmək daha məqsədyönlü olar. Gələcəkdə inkişaf olduqca hər heyvan növü üçün ayrı-ayrı fuarlar keçirmək olar. Bu fuarlarda hər kəs öz istehsalını nümayiş etdirir, hər kəs öz kalitəsini göstərir. Söhbət tək heyvandan getmir. Kənd təsərrüfatında istifadə edilən alətlərdən tutmuş, toyuq, qoyun, inək, keçi, kim nə işlə məşğuldursa onu nümayişə çıxarır. İnsanlar bir-birini tanıyır, kimə nə lazım olursa oradakı istehsalçı ilə əlaqə saxlayır. Bunun sayəsində təsərrüfata başlamaq istəyən adam doğru damazlıq alacağı yeri tanıyır, doğru adamdan alır. Avropada bu fuarlar hətta biraz uşaqlar üçün əyləncəli şeylərlə də bəzədilir və həftə sonları edilir ki, insanlar gələndə uşaqları da gətirsin. Gələcəkdə uşaqların da kənd təsərrüfatını tanıyıb həvəsi artsın. Bugün bizim də buna ehtiyacımız var. Ölkəmizin dörd bir yanı kənd təsərrüfatına uyğundur. Lakin gəncliyin bundan xəbəri yoxdur. Hər kəs tez pul qazanmaq fikrində. Bu da mümkünsüzdür ya da qanunsuzdur. Anladıqdan da artıq gec olur. Bu nöqteyi nəzərdən də bu fuarlar keçirilməsi vacibdir və gənclər və uşaqlar da bura gətirmək şərtdir. Bəli, bu bir inkişafdır. Düzdür, bizdə inkişaf sözünü anlayışı belə səhvdir. Başqalarının istehsal etdiyi maşını alıb sürmək, başqasının istehsal etdiyi markalara bütün var dövlətini xərcləyib göstəriş etmək inkişaf deyil. İnkişaf sənin istehsalını kimlərəsə satmaqdır. Buna da kapitalizm imkan verir də, sən nəyi gözləyirsən? Hərə əlinə bir telefon alıb bütün günü harda bir mənfi şey görür, çəkir. Hər kəsdə bir like verir, o cür videolarda önə çıxır. Bilirəm, indi mənim videolarımı izləyən dostlarım yazacaq ki, ay qardaş, düz deyirsən, amma bu bizdə mümkün olan şey deyil. Sən bunu yazmadan mən bəri başdan deyim ki, çox səhv fikirdəsən. Niyə? Əgər sən bura qədər mənim videomu izləyib baxırsansa, deməli maraqlı gəlib ki, sənə baxırsan. Düzdürmü? Amma hər kəs bu videonu gördümü? Yox. Mən bu videonu çəkməyə kimsə pul verib mənə çəkdirmir. Bu vətənpərvərliyimdən irəli gəlir. Əziz dostum, sən də paylaşmağa dəstək ol ki, hamı görsün. Bu təklif sənə cazib gəldiyi kimi bu işlə əlaqədar olacaq adamlara da cazib gələ bilər. Kimsə bu layihəni edə bilər. Mən çəkim, sən paylaş. Əlbir olaq, inkişaf edək. Təklə sizdən xahişim bu videonu maksimum şəkildə hər kəsə paylaşmağınızdır ki, lazım olan adamlara çatsın. Bilirsiniz ki, hər video üçün belə bir şey istəmirəm sizdən. Amma bu hamımız üçün vacibdir. Bugün təsərrüfatda olan üçün də, olmayan üçün də. Unutmayaq ki, bir ölkənin inkişafı onun istehsalından asılıdır.